Quran-ı Kərimdə bizə nə buyurur? İblis dedi, sən də izzətli and olsun ki, hamısını mütləq azdıracağam. Amma sənə ixlasla ibadət edən qullar istisna olmaqla. İblis and içir özü. Ya Rəbbim, sənin izzəti və and olsun ki, o qulları azdıracağam. Qiyamət gününə qədər. Çünki nə dedi? Ya Rəbbim, mənə möhlət ver. İblis, sən möhlət verilmişlərdənsən. Dedi, ya Rəbbim, o qulları azdıracağam. Ancaq ixlasla sənə bağlananlar istisna olmaqla. Onlar qarşısında mənim bir gücüm yoxdur. Kim ki deyir, sənin rizanı qazanmaq üçün əlləşirsə, onlar qarşısında mənim bir gücüm, qüvvəm yoxdur. Yalnız məni təkəbbürlü, nəfsinə uyanlar qarşısındadır. İxlasın ziddi nədir? Riya və summa. Riya Allahdan qeyrisi üçün görülən iş, summa isə insanların tərifini gözləmək. Ki, bu mənə tərif gəlsin. İxlasın ziddi bulardır. Riya və summa. Riya Allahdan qeyrisi üçün, summa isə yalnız tərif desinlər deyə. İnsanlar önündə qürurlansın deyə görülən işlər. Bunlar İslam dini heç bir qəbul etmir. Bəzək Peyğəmbər sallallahu aleyhi ve sellem ki, mən də özümdən sonra ümmətim üçün də kiçik şirkdən qorxuram. Sahabələr buna ki, ey Allah Resulü, səndən sonra da insanlar şirkə düşəcək. Deyir ki, bəli. Amma deyir, onların şirkə düşmə səbəbləri günəşə, aya da ibadət etmələri olmayacaq. Onların şirkə düşmə səbəbləri riyadır. Allah'tan qeyrisi için iş görmək. O riyalardır. Riya kiçik şirk Allah Resulü sallallahu aleyhi ve sellem. Kimdir ondan uzaq durarsa artıq qurtulmuşdur. Bir döyüşdən sonra qənimət malları paylanır. Və bir bədəvi. Bədəvi çöldə yaşayan, çöl ərəbinə deyirlər. Yəni bu mədəniyyətdən uzaq bir insan. Bədəvi sözü mədəniyyətdən uzaq bir çöl ərəbi deməkdir. Bir bədəvi. Amma bu bədəvdə ixlas var. Qənimət malları bölüşdürən əsnada Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəlir. Bu ki, ey Allah Resulü, mən deyir, bu döyüşə nə isə qənimət əldə etmək üçün getmədim. Vallahi deyir, mən bu döyüşə Allahın razılığı üçün getdim. Mənim deyir, hər zaman niyyətim döyüşdə boğazından nizə ilə vurulub ölməkdir. Allah yolunda. Mən deyir, o döyüşdən mənfəət əldə etmək üçün heç vaxt getməmişim. Həmin şəxs ayrılıb gedir. Və bir müddət sonra döyüş əsnasında həmin şəxs boğazdan nizə yarasından dünyasını dəyişir. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ki, o şəxsdir nə ixlaslı bir şəxsdir. O şəxs nə müxlis bir şəxsdir ki, verdiyi sözü durdu və əmin bir şəxsdir. Çünki o demək sözündə əmin, ixlaslı idi. Sadəcə insanlar qarşısında, insanlar mənə yaxşı desin deyə bu söz demədi. Onu içindən, səmimi qəlbdən demişdi, Allah subhanahu wa ta'ala o əmələ deyə ona qismət etdi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem dönəmində bölgələrə qazilər təyin edir. Muaz ibn Cəbələ Yəmənə vali təyin edir. Və Muaz ibn Cəbələ verdiyi tövsiyə bilsə nədir? Ey Muaz, bütün əməllərini ixlası göstər. Yəni Allaha. İnsanlara verdiyin hökmdə, insanlara qarşı verdiyin bütün rəylərdə hər zaman ixlaslı olasan. Yəni Allahın razılığını göstərəsən. Öz razılığını deyil. Bəzən Peyğəmbər sallallahu aleyhi ve sellem hər namazından sonra dua edir. Və Allah Resulü buyurur, ey Allahım, ey Rəbbimiz və hər şeyin Rəbbi, məni və ailəmi dünya və axirətdə hər an sənə qarşı ixlaslı et. Ey Rəbbim, məni bu ixlas üzrə yaşadıb və bu ixlas üzrə dünyamız dəyəcək. Allah subhanahu hər birimizə də son nəfəsimiz qədər bütün əməllərimizi yalnız Allahın razılığını qazanmaq üçün etməyi və bu əməllər üzrə də dünyamız dəyişməyi Allah subhanahu hər bizə nəsib etsin.